Sizə bir sual. 7 gün əvvəl axşam yeməyində nə yemisiniz? Yəqin ki, xatırlamaq ya çox çətindir, ya da qeyri-mümkündür. Yaxşı, bəs illər əvvəl yaşadığınız o çox sevincli anı və ya sarsıdıcı hadisəni necə saniyə-saniyə xatırlayırsınız? Niyə biri bir həftəyə silinir, digəri 20 ildə yaddaşda möhürlənmiş halda qalır? Bunun bir dənə səbəbi var. Kognitiv duyğular. Beynimizdəki limbik sistem emosiyaların yuvasıdır. Bir hadisədə güclü duyğu varsa, limbik sistem dərhal beynin printeri olan hipokampusu oyadır və həmin an yaşanan hər şey beynin daimi diskinə, yəni yuxarı korteksə həkk olunur. Duyğu yoxdursa, hipokampus yuxu rejiminə keçir və məlumatlar zibil qutusuna gedir. Bəs biz öyrənmə məcburiyyətində olduğumuz quru məlumatları, kitabları və ya iş sənədlərini bu printeri süni şəkildə oyadaraq yadda saxlaya bilərik? Yəni, duyğu düyməsini öz istəyimizlə basa bilərik? Cavab bəlidir. Növbəti videoda o gizli düyməni necə idarə edəcəyimizi göstərəcəm. Bəs sizin heç vaxt unutmadığınız o ən parlaq xatirəniz hansıdır? Şərhlərdə bölüşün, görək beyninizdə ən çox hansı duyğular çap edilib. Diqqətiniz bizdə qalsın.